Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Mən bu videonu çəkməkdə məqsədim odur ki, mən indiyənəcən o qədər axmaq videolar çəkmişəm ki, yəni heç kim məni məcbur eləməyib ki, o videolarımı pozam. Bütün videolarımı pozmuşam. Axmaq videolarımı pozmuşam. İndi başa düşürəm ki, mən nə qədər axmaq videolar çəkmişəm. Allahın qabağında tövbə eləmişəm. Məni heç kim, Allah şahidimdir ki, məni heç kim məcbur eləməyib. Çalışacağım ki, Allahımın köməkliyi ilə bundan sonra bütün ömrüm boyu Allahımın köməkliyi ilə Allahıma xidmət edeyim. Və hamıya da arzu edirəm. Düzdür, bəziləri başlayacaqlar ki, sən varrandın. Yox, nə varranmışam, nə imkanlaşılmışam. Elə zibilli işlərlə yenə də çörək pulu qazanıram. Amma haqqı, yəni heç kim məni məcbur eləmədi. Allah bir insanın ağzı ilə, dili ilə məni başa saldı. Bir qardaş var idi, mən onun yanında çox şikayət edirdim. Dedi, sənin dilinlə gəl belə danışaq da, o namaz əhli idi. Allah ondan razı olsun. Dedi, sənin dilinlə gəl belə danışaq. Biz zülüm çəkirik. Düzdür, dedim, hə. Dedi, gəl səbr eləyək də bu zülmə. Görək nə olur. İnanırsınız, həmin o söz mənim ağlıma batdı. Və dərk elədim ki, mən zülüm çəkmirəm. Əksinə, özümə zülm eləyirəm. Allah şahidimdir ki, inanın, birinci o sözdən sonra mən başladım, yəni neynədim, tövbə elədim Allahımın qabağında. Sonra qüsül aldım. Peyğəmbər salavatullahın, Muhammed Peyğəmbər salavatullahın bir gözəl söz var, deyir ki, təmiz insana, pak insana şeytan, yəni əsl adı Harisdir, şeytan yaxınlaşmaz. Mən Allahımın köməyindən birinci qüsül aldım. Şükürlər olsun Allahıma. Allahımın köməyi ilə Allahımın qabağında tövbə elədim. Yenə deyirəm, heç nə dəyişmədi, varlanmadım, imkanlaşmadım, yox. Sadəcə olaraq haqqı gördüm mən. İndi arzu edirəm ki, Allahımın köməyi ilə mənim bütün millətim Allah yolunda öz canlarını qurban verirlər. İnanırsınız, Allah deyəni eləyən insan, Allah nə desə, Allah da onu eləyir. Namaza başlamamışam. İnşallah Allah qismət eləsin. Arzu edirəm ki, Allah qismət eləsin, bir dənə maşın alım, özümə ev alım inşallah. Yəni zibillikdən çəkinim, çünki vaxt imkan vermir də. Zibillikdən inşallah Allahımın köməyi ilə çəkilim. Özümə maşın alım, zibillikdən çəkilim və ev alım. İnşallah başlayacağım namaza və bütün millətimə, bütün xalqıma arzu edirəm ki, o bəzi axmaqlar, mənim kimi axmaqlar, mən də özümü axmaq hesab edirəm. O videoları çəkəndə, mən də özümü ağılsız hesab edirəm. İndi də ağıllanmamışam, yenə də axmağam. Açıq deyirəm, Əhl-i Beyt xətrinə hər zaman demişəm ki, mən Əhl-i Beytin nəcisinə qurban olaram. İndi onu artırıram. Bütün peyğəmbərlərin, bütün 14 məsum əleyhissalamların, 14 məsum, yəni Əhl-i Beytin 14 məsum əleyhissalamların nəcislərinə qurban olaram. Onların bəlkə də o sözdən sonra, inanırsınız, mən video çəkdim, o videodan sonra mən, inanırsınız, həmin o adamı, yəni dedim ki, nəcisinə qurban olaram Əhl-i Beytin, o sözdən sonra Allah bəlkə də mənə həmin o qardaşı qabağıma çıxartdı ki, gəl haqq dinə, mənim gözəl millətim, mən heç nəyim dəyişməyib, həmin o zibilli işlərlə çörək pulu qazanıram, səhər də dururam, gedirəm, kassa lenti satıram. Əlhəmdülilləhi Rabbil aləmin. Allahımın köməyi ilə bacardığımca, düzdür, biliyim yoxdur, savadım yoxdur. Mən inkar edirəm, elə bir savadım yoxdur, dini savadım yoxdur, dini bilim yoxdur. Amma Allah mənə qismət eləsə inşallah,
Allahımın köməyi ilə bütün ömrümü çalışacağım ki, Allah yolunda xərcləyim. Əhl-i Beyt əleyhissalam yolunda xərcləyim. Və sonra da Allahımın qismət elədiyi yolda xərcləyim. Bütün millətimə arzu edirəm, bütün millətim. Bəzi mənim kimi axmaqlar o videolar çəkirlər. Allah yoxdur, Allah nə bilim belədir. İnanırsınız, dünyada varlılar, həmin o varlılar, əgər o kasıblara əl tutsaydılar, yardım eləsəydilər, dünyada kasıb qalmazdı. Yəni bu Allahın günahı deyil. Bu sadəcə olaraq həmin o insanların olan vicdanlarıdır. Onun üçün də mənim gözəl millətim, nə qədər biz Allahdan uzaqlaşırıqsa, o qədər bizim başımıza bəlalar gəlir. Gəlin Allahın köməyi ilə bu gündən tövbə eləyək Allahın qabağında. İnanırsınız, mən tövbə eləyəndən sonra özüm elə bil neysə dünya elə bil gözüm açıldı. Bu dəqiqənin özündə Allahımın köməyi ilə bəzi şeylər var ki, məsəl üçün deyirəm Allahım, bunu olmasın mənim üçün. Yəni pis şey olmasın, şükürlər olsun Allah. Allah onu mənə qismət edir. Çünki mən ürəkdən istəyirəm onu. Çünki Allahımın qabağında düzdür, yenə deyirəm, namaz qılmadım. Qılmıram hələ. İnşallah Allah qismət eləsin. Maşını alım, zibillikdən çəkilim. Yəni vaxta görə də, zibilliyə görə yox, vaxta görə. Zibillikdən inşallah çəkilim Allahımın köməyi ilə. Qismət eləsin Allahım. Mənə maşın alım və hamıya qismət eləsin. Bütün maşını olmayanlara, bütün evləri olmayanlara, inansız arzu edirəm ki, hamıya qismət eləsin. Nəinki tək Azərbaycanda, bütün dünyada hamıya qismət eləsin. Mən heç vaxt paxıl olmamışam, həyatda heç vaxt paxıl olmamışam. Heç kimin paxıllığını da çəkməmişəm. Allahımın köməyi ilə həyatda bu arzu ilə, bu niyyətlə, bu istəklə yaşamışam. Əgər bir insana yaxçılıq eləyirəmsə, eləyirəm. Yaxçılıq eləyə bilmirəmsə, bacarmıram, ya eləmirəmsə, o insana heç vaxt pislik eləmirəm. Mənim həyat şüarım budur və hamıya da arzu edirəm. Şükürlər olsun, əlhəmdülilləhi Rabbil aləmin. Allahımın köməyi ilə mən haqq yola gəldim. İnşallah çalışacağım ki, Allahımın köməyi ilə bilmirəm, savadım olmaya, nə bilirəmsə, Allahımın köməyi ilə gözəl videolar çəkəcəm və millətimi də dəvət edirəm Allah yoluna. İnşallah Allahımın köməyi ilə inşallah bütün millətim arzu edirəm ki, bütün insanlar Allah yolunda öz canlarını fəda eləsinlər. İnşallah özləri görəcəklər. Heç kim məni, nə o axmaq videolar çəkəndə məni kimsə məcbur elədi. And içirəm, kişi sözü deyirəm, Allah şahidimdir. Nə də indi bu videonu çəkəndə məni kimsə məcbur eləyir. Çünki məni həyatda kimsə, şükürlər olsun Allah elə bir qismət eləməyib ki, kimsə məni nəyisə məcbur eləsin. Yenə arzu edirəm ki, hamıya, bütün millətimə arzu edirəm ki, haqq dinə gələk. Haqq dində olaq və haqq dindən yaşayaq bütün ömrümüz, qalan ömrümüzü. İnşallah Allahımın köməyi ilə bundan sonra çalışacağım ki, Allah xatirinə, İmam Zaman ağa xətrinə, Əccəlallahu Teala fərəcəhü və zuhura. İnşallah onun xətrinə qürbətən ilallah çalışacağım ki, Allahımın köməyi ilə gözəl videolar çəkəm. Şükürlər olsun Allahıma bu videonu çəkməyimə mənə kömək oldu. Elhamdülillahi Rabbil aləmin.